Salam əziz dinləyicilər. Bugünkü mövzumuz sizinlə psixodiaqnostika anlayışı haqqındadır. Gəlin baxaq, psixodiaqnostika dedikdə biz nəyi anlayırıq? Diaqnostika sözü özü Yunan mənşəli bir ifadədir. Mənası tanıma, aşkar etmə deməkdir. Psixodiaqnostika psixologiyanın bir sahəsi kimi insanın fərdi psixoloji və psixofizioloji xüsusiyyətlərinin ölçülməsi, qiymətləndirilməsi və təhlilini, həmçinin hər hansı əlamətə görə birləşmiş insan qrupları arasındakı fərqlərin müəyyənləşdirilməsini nəzərdə tutur. İnsanların fərdi psixoloji xüsusiyyətlərinin nəzərə alınması istənilən fəaliyyət növünün effektivliyinin artırılması üçün zəruridir. Bu həm də praktik psixoloqun işinə aiddir. Məzmununa görə psixodiaqnostikaya aşağıdakılar daxildir. Bunlardan birincisi psixi sağlamlığın diaqnostikası, daha sonra idrak proseslərinin diaqnostikası, intellektin diaqnostikası, xarakter və temperamentin diaqnostikası, şəxsiyyətlərarası münasibətlərin diaqnostikası, emosional iradi sferanın diaqnostikası, davranışın diaqnostikası və s. Psixodiaqnostik metodlar xüsusi spesifik psixoloji vasitələrdir. Onlardan praktik məqsədlərlə istifadə olunduğu üçün onlar diaqnozdakı səhvləri istisna etmək üçün mümkün qədər keyfiyyətli olmalıdır. Buna görə də psixodiaqnostik metodikalara xüsusi tələblər qoyulur. Onlar müəyyən qaydalara əsasən işlənilir və bir sıra göstəricilərlə yoxlanılırlar. Psixodiaqnostik metodikalar praktik məqsədlər üçün istifadə olunmamışdan əvvəl onların yüksək keyfiyyəti və effektivliyini sübut edən rəsmi meyarlar üzrə yoxlanılmalıdır. Psixodiaqnostikadakı bu tələblər illər ərzində testlər və onların təkmilləşməsi prosesində formalaşmışdır. Nəticədə psixologiyanı diaqnostik metodikalar adlandırmaqda iddialı olan saxtakarlıqlardan qorumaq mümkün olmuşdur. Psixodiaqnostik metodların qiymətləndirilməsinin əsas meyarlarına etibarlılıq və validlik aiddir. Metodun valid olması o deməkdir ki, tədqiqat metodu tədqiqatın məqsəd və vəzifələrinə müvafiq olmalıdır. Nəzərdə tutulan bu və ya digər əlaməti müəyyən etmək və ölçmək imkanı verməlidir. Məsələn, diqqətin davamlılığının diaqnostikası üçün diqqətin davamlılığını ölçmək üçün nəzərdə tutulan metodikalardan istifadə etmək lazımdır. Biz təxəyyül üçün nəzərdə tutulmuş metodika ilə diqqətin davamlılığını ölçə bilmərik. Tədqiqatın mötəbərliyi o deməkdir ki, konkret tədqiqat metodikasını elə işləmək lazımdır ki, o hətta müxtəlif şəraitdə təkrar edildikdə eyni nəticəni versin bizə. Metodikanı məqsəd və vəzifələrə müvafiq olaraq elə seçmək lazımdır ki, zaman və məkan dəyişsə də nəticə eyni olsun. Tədqiqat sahəsinin və öyrəniləcək adamların miqdarının düzgün seçilməsi də mühümdür. Xüsusilə kütləvi prosesləri tədqiq edərkən, məsələn, rəyi öyrəniləcək adamları elə seçmək lazımdır ki, bu zaman müxtəlif sosial qrupların nisbəti düzgün nəzərə alınsın. Məsələn, məktəbdə 100 nəfərlə bağlı sorğu keçirilibsə, nəticəni hamıya şamil etmək üçün sorğuda oğlan və qızların sayı bərabər olmalıdır. Həmçinin hər yaş dövründən olan uşaqlar iştirak etməlidir. Bu isə tədqiqatın reprezentativliyidir. Psixodiaqnostik metodikalar zamanı istifadə olunan metodlar iki qrupa bölünür. Bunlar standartlaşdırılmış metodikalar və standartlaşdırılmamış metodikalardır. Standartlaşdırılmış metodikalara aiddir. Testlər, sorğular, proyektiv metodikalar, psixofizioloji metodikalar. Burada əsas nədir? Müəyyən nizamlanma,
Müayinə və ya sınaq prosesinin obyektivləşdirilməsi, yəni təlimatın dəqiq yerinə yetirilməsi, stimul materialının təqdim olunmasının dəqiq müəyyənləşdirilmiş qaydaları var. Tədqiqatçının tədqiq olunan fəaliyyətinə müdaxilə etməməsi prosesi gedir. Standartlaşdırılmış, yəni diaqnostik eksperimentin nəticələrinin işlənməsi və təsvirində dəqiqliyin formalaşdırılması var, etibarlılıq var, validlik var. Bu baxımdan nisbətən qısa müddət ərzində həm də fərdlərin öz aralarında keyfiyyət və kəmiyyət baxımından müqayisəsinə şərait yaradan formada da diaqnostik informasiyalar toplamağa imkan verir. Standartlaşdırılmamış metodikalar isə müşahidə, müsahibə və fəaliyyət məhsullarının tədqiqidir. Bu metodikalar tədqiq olunanlar haqqında, xüsusən də tədqiqatın predmetinin obyektləşdirilməyə az tabe olan, yəni burada dərk olunmayan subyektiv yaşantılar, şəxsi mənalar və ya məzmunca dəyişən olan məqsədlər, hallar, əhvallar, psixi proses və hadisələrin olduğu hallarda daha çox bizə məlumat verir. Qeyd etmək lazımdır ki, standartlaşdırılmamış metodikalar çox əmək tələb edir və əsasən psixodiaqnostika aparan şəxsin özünün peşəkar təcrübəsinə, psixoloji hazırlığına əsaslanır. Yalnız psixoloji müşahidələrin, söhbətlərin aparılması zamanı yüksək mədəniyyətin mövcudluğu müayinə və sınağın nəticələrinə təsadüfi və ya əlavə amillərin təsirində yayınmağa imkan verir. Standartlaşdırılmış metodikalara qarşı qoymaq lazım deyil. Bir qayda olaraq onlar qarşılıqlı surətdə bir-birini tamamlayır. Hər tərəfli diaqnostik müayinə zamanı hər iki metod qrupunun harmonik vəhdəti lazımdır. Belə ki, testlər vasitəsilə məlumatların yığılmasından əvvəl müayinə olunanla tanış olmaq mərhələsi olmalıdır. Bu məqsədlə intervyu, söhbət, müşahidədən istifadə oluna bilər. Gəlin bir qədər standartlaşdırılmış metodikalar haqqında məlumat əldə edək. Bir qədər testlər haqqında sizinlə danışaq. Artıq qeyd etdiyimiz kimi standartlaşdırılmış metodikalar 4 əsas sinifə bölünür. Testlər, sorğular, proyektiv texnikalar və psixofizioloji metodikalar. Psixoloji ədəbiyyatda adətən fərdi psixoloji fərqlərin müəyyənləşdirilməsinə istiqamətlənmiş bütün metodikalar, testlər, diaqnostika vasitələri isə testiologiya vasitələri adlanırdı. Lakin öz mahiyyətinə görə testlər, məsələn sorğular, bir-biri ilə heç də oxşar deyillər. Proyektiv metodikalarda həmçinin sadalanan həmin metodların heç birinə bənzəməyən xüsusi bir alətdir. Buna görə də diaqnostikanın nəticələrinin daha yaxşı başa düşülməsi üçün onları adlarla bir-birindən fərqləndirmək lazımdır. Testlər. Test sözü özü ingilis dilindən götürülmüşdür. Mənası sınaq, yoxlama deməkdir. Testlər standartlaşdırılmış və adətən zaman baxımından məhdudlaşdırılan, insanlar arasında kəmiyyət və keyfiyyət baxımından fərdi psixoloji fərqlərin müəyyənləşdirilməsi üçün nəzərdə tutulan sınaqlardır. Testlərin fərqləndirici cəhəti ondan ibarətdir ki, onlar tədqiq olunanın düzgün cavab verməli olduğu suallardan ibarətdir. Sorğular, proyektiv metodikalar və psixofizioloji metodikalarda isə düzgün cavablar mövcud deyil. Sorğular. Sorğular tapşırıqların, suallar və mühakimələr əsasında təqdim olunduğu və tədqiq olunanın sözlərinə əsasən məlumatın alınmasını nəzərdə tutan psixodiaqnostik metodikalar qrupudur. Sorğular ən geniş yayılmış diaqnostik alətlər sırasına daxildir və şəxsiyyət sorğuları, sorğu anketlərə bölünürlər. Testlərdən fərqli olaraq sorğularda düzgün və səhv cavabların olması mümkün deyil. Onlar sadəcə olaraq insanın bu və ya digər fikrə münasibətini, razılaşma və ya razılaşmamasını əks etdirir. Şəxsiyyət sorğuları formaca qrup şəkilli və fərdi, çox vaxt isə yazılı, blank şəkilli və kompüter vasitəsilə aparılan standartlaşdırılmış hesabatdır.
Xaraktercə isə onlar əvvəlcədən təyin olunmuş cavablarla, yəni qapalı sual və müstəqil cavablar, yəni açıq suallarla təşkil olunur. Qapalı sorğularda qoyulmuş suala əvvəlcədən cavab variantları nəzərdə tutulur. Tədqiq olunan onlardan birini seçməlidir. 2 və ya 3 alternativli cavab modeli var. Bəli, xeyr, bilmirəm və s. daha geniş yayılmışdır. Sorğuların üstünlüyü məlumatın qeydiyyatı və işlənməsi prosedurunun asanlığında, qiymətləndirmənin dəqiq formalaşmasındadır. Bu da kütləvi tədqiqat zamanı çox vaxt vacibdir. Açıq sorğular heç bir məhdudiyyət olmadan müstəqil cavabları nəzərdə tutur. Tədqiq olunanlar öz fikirlərinə əsasən cavablar verirlər. Nəticənin işlənməsinin standartlaşdırılması iradə cavabların standart kateqoriyalara aid olması yolu ilə baş verir. Açıq sorğuların üstünlükləri ilə yanaşı çatışmazlıqları da var. Cavabların formalaşdırılması və onların qiymətləndirilməsinin mürəkkəbliyi var, nəticələrin interpretasiyasının çətinliyi var, prosedur uzun olur və bəzən də çox vaxt aparır. Məzmunca şəxsiyyət sorğuları şəxsiyyət əlaməti sorğularına, tipoloji sorğulara, motiv sorğularına, maraq sorğularına, dəyər sorğularına, yönəlişlik sorğularına bölünür. Anket sorğular insan haqqında onun psixoloji xüsusiyyətlərinə bilavasitə aid olmayan informasiyaların toplanması üçündür. Məsələn, onun tərcümeyi halı haqqında məlumat almaq. Onlar sualların dəqiq qeyd olunmuş ardıcıl, məzmun və formasını, cavab formalarının aydın göstərilməsini nəzərdə tutur. Tədqiq olunanlar cavabları təklikdə və ya eksperimentatorun iştirakı ilə cavablandıra bilərlər. Burada da açıq suallar olur, qapalı suallar olur, yarımqapalı suallar ola bilər. Anket sorğularda adətən bütün variantlar kombinə edilmiş olur. Yəni açıq, qapalı və yarımqapalı birlikdə bir-birini tamamlayır. Daha sonra gəlir proyektiv metodikalar. Proyektiv metodikalar şəxsiyyətin eksperimental yolla tədqiq edilməsinin sınanılmış və etibarlı vasitələrindən biridir. Onların vasitəsilə şəxsiyyətin maraqları və ustanovkaları, motivləri, sərvət meylləri, qorxu və həyəcanları, dərk edilməyən tələbatları və təhrikləri müəyyən edilir. Proyektiv metodikalar vahid psixofizioloji mexanizmə, yəni proyeksiyaya əsaslanır. Bu anlayışın mahiyyətini tədqiq edən, təhlil edən Freyd və Jung olmuşdur. Proyeksiya zamanı insan özündə olan xoşlamadığı xüsusiyyətləri qeyri-ixtiyari olaraq başqa adamlar üzərinə köçürməyə çalışırlar. Beləliklə, tədqiq olunanlara sujetli şəkillərin məzmunu interpretasiya etmək, tamamlanmamış cümlələri tamamlamaq, qeyri-müəyyən təsvirlərə məna vermək və s. təklif olunur. Bu metodikalar qrupunda da tapşırıqların cavabları yanlış və ya düz ola bilməz. Həllərin geniş diapazonu mümkündür. Bununla yanaşı belə güman olunur ki, tədqiq olunanın cavablarının xarakteri onun şəxsiyyət xüsusiyyətləri ilə müəyyənləşir. Proyektiv metodikaların məqsədi əhəmiyyətli dərəcədə maskalandığı üçün tədqiq olunanın təəssürat yaratmaq məqsədi ilə arzulanan cavabları verməsini ehtimalını aşağı salır. Assosiativ nəzəriyyə əsasında yaranan söz assosiasiyaları vardır ki, deməli, söz assosiasiyaları texnikası var ki, ənənəvi olaraq bu texnikaların mənbəyi hesab olunur. Assosiativ konsepsiya insan şüurunun təşkilinin aparıcı prinsipi qismində öz başlanğıcını Aristoteldən alan assosiasiya anlayışından istifadə etmişdir. Bəzi prinsipləri daha əvvəllər müəyyən edilsə də, tam sistem kimi assosianizm yalnız 18-ci əsrdə yaranmışdır. Ən məşhur proyektiv metodikalarından biri Rorşach tərəfindən hazırlanmışdır. Bu metodikanı yaradarkən Rorşach psixi pozuntuları olan tədqiq olunanlara mürəkkəb ləkələri göstərmiş və onun müşahidələri nəticəsində müxtəlif psixi xəstəliklərlə əlaqələndirilən cavab xüsusiyyətləri tədricən göstəricilər sistemində birləşdirilmişdir.
Sonradan bu metodika həm Rus, həm də Qərb tədqiqatçıları tərəfindən geniş istifadə olunmuşdur. Dünyada geniş yayılmış metodikalardan biri tematik apersepsiya testi TAT metodikası olmuşdur. TAT-ın stimul materialı izahı birmənalı olmayan, qeyri-müəyyən təsvirlərdən ibarət cədvəllərdən təşkil olunmuşdur. Tədqiq olunan hansı hadisənin şəkildəki situasiyaya gətirib çıxarması və onun sonradan necə inkişaf etdirilməsi ilə bağlı kiçik hekayə fikirləşir. Hal-hazırda TAT-ın bir çox modifikasiyaları, onun təhlili və interpretasiyasına bir çox yanaşmalar mövcuddur. 20-ci əsrin 40-cı illərində proyektiv metodikalar sayəsində diaqnostika Qərbdə də məşhurlaşdı. Proyektiv metodikalar vasitəsilə əldə olunan məlumatlara tənqidi münasibətə baxmayaraq, onlar hal-hazırda da Qərbdə şəxsiyyətin tədqiqində aparıcı mühüm yer tutur. Bu metodikaların tənqidi əsasən onların kifayət qədər standartlaşdırılmaması, normativ məlumatlara etinasızlıq, etibarlılıq və validliyin müəyyənləşdirilməsinin ənənəvi üsullarına uyğun gəlməməsi və ən əsası isə nəticələrin interpretasiyasında böyük subyektivliyin mövcud olmasına əsaslanır. Proyektiv metodikaların qrupları var. Strukturlaşdırılmış metodikalar var, konstruklaşdırılmış metodikalar var, interpretasiya metodikaları var, tamamlama metodikası var, məsələn, cümlə tamamlama, hekayəni tamamlama, katarsis metodları var, xüsusi təşkil olunmuş şəraitdə oyun fəaliyyətinin reallaşdırılması ilə həyata keçirilir və s. kimi növləri mövcuddur. Standartlaşdırılmamış metodikalar haqqında bir qədər danışaq. Müşahidə metodu vasitəsilə biz hadisələrin gedişatına müdaxilə etmədən onların sadəcə olaraq izlənilməsindən ibarət olan tədqiqat metodudur. Psixoloqun şəraitə, psixi hadisələrin gedişinə qarışmaması, müdaxilə etməməsi müşahidə metodunu əsas xarakterizə edən başlıca xüsusiyyətdir. Müşahidə planlı, məqsədə müvafiq şəkildə həyata keçirilir. Müşahidə metodunun üstün cəhəti ondan ibarətdir ki, bu zaman üzərində müşahidə aparılanın bundan xəbəri olmur. Müşahidə təbii şəraitdə aparılır, məsələn, oyun prosesi zamanı, dərs prosesi zamanı və s. Ona görə də tədqiqat aparılan şəxs, yəni üzərinə tədqiqat aparılan şəxs öz hərəkətlərində dəyişikliklər etmirlər. Müşahidə qısa müddətli, uzun müddətli, dövrü və sistematik ola bilər. Qısa müddətli müşahidə dəqiqələr ərzində insan psixikası və davranışının təzahürünü izləməklə həyata keçirilir. Məsələn, müəllimin izahına şagirdlərin münasibətini aşkara çıxarmaq üçün həmin anda onların üzərində aparılan müşahidə buna nümunədir. Uzunmüddətli müşahidə isə bütün dərs və ya bütün rüb ərzində aparılan müşahidələrdir. Dövrü müşahidəyə gəldikdə isə bu müəyyən dövrlərdə, məsələn, hər rübün sonunda eyni bir psixi hadisənin təzahürünü izləməkdən ibarətdir. Dövrü müşahidə psixi hadisənin inkişaf dinamikasını aşkara çıxarmağa imkan verir. Sistematik müşahidədə də inkişaf dinamikasını aşkara çıxarmağa çalışırıq. Lakin burada müşahidə arası kəsilmədən uzun müddət ərzində aparılır. Məsələn, bütün dərs ili, müəyyən yaş dövrləri ərzində aparılır. Müşahidənin nəticələri qeydə alınır, sonradan təhlil və ümumiləşdirmə əsasında müvafiq nəticələr əldə olunur. Müşahidə əsasən obyektiv nəticələrə, psixi hadisələrin gedişini izləməyə imkan verir. Buna baxmayaraq müşahidə zamanı bəzi çətinliklər var. Hər şeydən öncə psixoloq müşahidənin həyata keçirildiyi şəraitdəki dəyişiklikləri müəyyən dərəcədə görə bilsə də ona tam nəzarət edə bilmir. Məhz buna görə də nəzarətdən kənarda qalan amillərin təsiri altında tam dəqiq məlumat əldə etmək çətinləşir. Bundan başqa, müşahidə psixoloqun subyektiv mövqeyindən kənarda qalmaya bilər. Burada psixoloqun elmi baxışları, təcrübəsi, peşə hazırlığı ilə yanaşı formalaşmış qiymətləndirmə stereotipi, etik prinsiplər, ustanovka və s. öz təsirini göstərir. Şübhəsiz müşahidə aparan psixoloq bu kimi təsirlərin aradan qaldırılmasına çalışmalıdır. Müşahidənin çətinliklərindən biri də bu və ya digər psixi hadisənin davranış tərzinin təzahürünü uzun müddət gözləmək lazım gəlməsi ilə əlaqəlidir.
Müşahidə metodunun tətbiqinin əsas şərtləri müşahidə məqsədyönlü olmalıdır. Müşahidə hadisələrin təbii axarına xələl gətirməməlidir. Müşahidə mütəşəkkil və ardıcıl surətdə təşkil olunmalıdır. Müşahidə onu aparan subyektiv fikirlərini əks etdirməməlidir. Əldə edilmiş nəticələri isə etibarlı olmalıdır. Rusiyada müşahidə metodu 20-ci illərdə Basovun işlərində uşaqların davranışını öyrənərkən geniş istifadə olunmuşdur. O, psixoloji müşahidə metodikasını və pedaqoq psixoloqlarda müşahidə aparmaq bacarığını tərbiyə etməyə kömək edən ümumi prinsipləri işləyib hazırlamışdır. Teplovun fikrincə, Basovun psixoloji müşahidə metodikası bu metodikanın dünya ədəbiyyatında yeganə elmi işlənməsidir. Bu qiymətləndirmə hələ də ədalətlidir. Bu metodikada ölçmə aləti kimi müşahidəçinin özü çıxış etdiyi üçün onun yüksək səviyyədə və tam həcmdə müşahidə texnikasına malik olması vacibdir. Basov praktik olaraq hər gün reallaşdırdığı pedaqoqun uşaqları adi müşahidəsi ilə elmi müşahidələr arasında sərhəddi müəyyənləşdirmişdir. Onun fikrincə, birinci halda pedaqoq uşağın hərəkətlərini passiv qəbul edir, onun müşahidələri təsadüfidir, məqsədyönlü deyil və buna görə də çox vaxt səthidir. Elmi müşahidə metoduna bələd olan pedaqoq isə düşünülmüş plan və dəqiq hazırlıq əsasında müşahidəni reallaşdıran aktiv müşahidəçi mövqeyinə keçir. Psixodiaqnostik metod kimi elmi müşahidənin özündə xarakteri xüsusiyyətləri vardır. Problemin qoyulması, müşahidə üçün situasiyanın seçilməsi, müşahidənin obyekti olacaq psixoloji keyfiyyətlərin və ya davranış əlamətinin müəyyənləşdirilməsi, işlənib hazırlanmış nəticələrin qeydiyyatı və yazılması sistemi vacibdir. Müsahibə metodu. Müsahibə, söhbət verbal kommunikasiya əsasında ilkin məlumatların toplanması metodudur. Müsahibəni ən asan metod hesab etmək yanlış olardı. Bu metoddan istifadə etmək bacarığı nəyi necə soruşmağı, alınan cavablara nə dərəcədə etibar etməyi bilməkdən ibarətdir. Müsahibənin dindirməyə, yəni belə deyim, sorğuya keçməməsi vacibdir. Belə ki, bu halda onun effektivliyi aşağı düşür. Müsahibənin ən geniş yayılmış növlərindən biri intervyudur. İntervyu alanın respondentlə birbaşa əlaqəsi nəzərdə tutulan müəyyən plan əsasında aparılan bir müsahibədir. Məqsədindən asılı olaraq intervyu, diaqnostik və klinik növləri vardır. Diaqnostik intervyu davranışın müxtəlif aspektlərinin, şəxsiyyət xüsusiyyətlərinin, xarakterin, eləcə də ümumilikdə maraqların, meyllərin əvvəlcədən öyrənilməsinə istiqamətlənmiş ümumi məzmunlu informasiyaların əldə olunması metodudur. O, idarə olunan və ya olunmayan ola bilər. Klinik intervyu isə insana daxili çətinlikləri, konfliktləri, gizli davranış motivlərini dərk etməyə kömək edən terapevtik bir müsahibə metodudur. Müsahibə metodunun tətbiqi zamanı xüsusi çətinliklər uşaqlarla iş zamanı yaranır. Belə hallarda standartlaşdırılmış intervyu demək olar ki, istifadə olunmur. Psixoloq daha səmimi müsahibə formasına səy göstərir. Uşaqlarda psixoloq ilə ünsiyyət üçün hər hansısa bir motivasiya olmur. Buna görə də onlarla müsahibə zamanı zəruri olan kontaktın qurulması çox vacibdir. Belə hallarda psixoloq uşağın diqqətini çəkmək üçün rəngli oyuncaqlar, karandaş, kağız və digər maraqlı əşyalardan istifadə edə bilər. Uşaqlarla müsahibədə düzgün formalaşdırılmış sual mühümdür. Artıq qeyd etdiyimiz kimi suallar müsahibənin strukturunun vacib elementidir və 3 qrupa bölünür. Birbaşa sual ola bilər. Məsələn, sən itdən qorxursan, bilavasitə sual ola bilər. İt olan zaman sən nə edirsən? Yəni yaxınlıqdan it keçən zaman sən nə edirsən? Və yaxud proyektiv bir sual ola bilər. Uşaqlar itdən qorxurlar. Bəs sən necə? Deməli, bu 3 formada olur. Bilavasitə və proyektiv suallar dərk olunması üçün çətin olan xüsusiyyətləri müəyyənləşdirməyə kömək edir. Onlardan sosial cəhətdən arzu olunan cavabları istisna etmək üçün istifadə etmək vacibdir. Müsahibə apararkən uşağa müsahibədə düzgün mövqe tutmaq çox vacibdir və burada qeyri-direktiv psixoterapiyanın prinsipləri daha vacibdir.
Birinci, psixoloq uşağa münasibətdə bacardıqca tez kontakt qurmağa kömək edəcək bir mühit yaratmalıdır. O uşağı olduğu kimi qəbul etməlidir. Öz münasibəti ilə uşağın qarşılıqlı atmosfer yaratmasına, yəni inam hissinin yaratması burada vacibdir. Psixoloq uşağın mövqeyinə çox ehtiyatla yanaşmalıdır. Yəni mühakimə etmədən. Cavabların qeydiyyatı ünsiyyəti pozmamalı, uşağın nitqini dayandırmamalıdır, uşağın diqqətini yayındırmamaq lazımdır. Uşaq bu zaman özünü sərbəst hiss etməlidir, situasiyanın təbiiliyini qorumaq lazımdır. Müsahibə prosesində pauza, intonasiya, ton, nitq tempi kimi məqamlar da qeydə alınmalıdır. Növbəti metodumuz fəaliyyət məhsullarının təhlil metodikasıdır. Psixodiaqnostikada insan haqqında informasiya almağın daha bir üsulu var ki, bu fəaliyyət məhsullarının təhlili metodikasıdır. İnsan fəaliyyəti məhsullarını öyrənməyə imkan verən sənədlərin və maddi mənbələrin keyfiyyət-kəmiyyət təhlilidir. Sənəd mənbələri dedikdə biz nələri nəzərdə tuturuq? Buraya məktublar, avtobioqrafiyalar, gündəliklər, şəkillər, kino və video lentdəki yazılar aiddir. Daha sonra müxtəlif incəsənət məhsulları, kütləvi informasiya vasitələri, qəzetlər, jurnallar və s. kimi materiallar sənəd mənbələrinə aiddir. Sənədlərin öyrənilməsi zamanı tədqiqatçının subyektivliyini aradan qaldırmaq, etibarlı informasiyanı müəyyənləşdirmək və onun dəqiq qeydiyyatını aparmaq üçün kontent analizi adını almış xüsusi metod hazırlanmışdır. O ilk olaraq keçən əsrin 20-ci illərindən etibarən kütləvi informasiya vasitələrinin materiallarının işlənməsi üçün tətbiq olunmağa başlamışdır. Bu sənədlərin təhlili metodunun az və ya çox dərəcədə standartlaşdırılmış formasıdır. Bu zaman tədqiqatçının fərziyyəsi kimi sənəd materiallarında xüsusi informasiya vahidləri seçilir, sonra isə onların işlənmə tezliyi hesablanır. Məsələn, 20-ci illərdə rus tədqiqatçısı inşaların təhlili zamanı məktəblilərin yaşlarından və cinslərindən asılı olaraq öz həyatlarına verdikləri müsbət və mənfi qiymətlərin necə paylanmasını müşahidə etmişdir. Başqa bir misalda isə Qərb və Rus kino filmlərində qəddarlıq və aqressiya epizodlarının kontent analizi aparılmışdır. Beləliklə, kontent analizin əsas proseduru keyfiyyət informasiyasını rəqəmlərin dilinə köçürməkdir. Bu məqsədlə ölçü vahidinin iki forması fərqləndirilir. Məna və keyfiyyət təhlili, ikinci isə hesab vahidləri və kəmiyyət. Sənəd mənbələri ilə işlədiyimiz zaman əsas çətinlik keyfiyyət təhlili apara bilmək, yəni məna vahidlərini müəyyənləşdirmək bacarığımızdır. Bu əsasən tədqiqatçının şəxsi səriştəsindən, yaradıcı imkanlarının səviyyəsindən asılıdır. Psixoloji diaqnostikada kontent analiz əsasən başqa tədqiqatlar zamanı əldə olunmuş məlumatların işlənməsi zamanı yardımedici metod kimi istifadə olunur. Onun vasitəsilə tədqiq olunan demək olar ki, bütün diaqnostik müayinələri, xüsusən də fərdi prosedurları müşayiət edən nitq məlumatları təhlil olunur. Proyektiv metodikalar zamanında istifadə olunur. İntervyu vasitəsilə əldə olunan məlumatları müsahibənin, tədqiq olunanın digər şifahi və yazılı məhsulunun, anketlər, suallarının işlənilən zaman da biz kontent analizdən istifadə edirik. Şəxsiyyət xüsusiyyətləri, məsələn, həyəcanlıq, nevrotizm, bunların diaqnostikası zamanı da kontent analizdən istifadə edirik. Ola bilər ki, burada tematik fikirlər, xəstəlik, qorxu, inamsızlıq və s. kimi məntiqi blokların sayı çox olsun. Belə təhlil adətən tədqiq olunanın cavablarındakı gizli tendensiyanı müəyyənləşdirməyə və obyektivləşdirməyə imkan verir. Məktəbdə psixoloji xidmət işində bir sıra sahələrin testlər vasitəsilə diaqnozlaşdırılması nəzərdə tutulur. Praktik psixoloqun test qovluğunda, yəni məktəb psixoloqunun test qovluğunda olması gərəkən bəzi testlər vardır. Gəlin qısa da olsa bunlar haqqında sizə
bir qədər məlumat verək. Bu metodikalar bir sıra başlığı altında birləşdirilmişdir. Birinci, məktəbə hazırlığın psixodiaqnostikası. Biz məktəbə hazırlığın psixodiaqnostikası zamanı istifadə edə bilərik. Psixi inkişaf səviyyəsinin, idrak proseslərinin, ətraf aləm haqqında təsəvvürlərin, yaradıcı təfəkkür və intellektin, emosional iradə hazırlığın, sosial inkişaf səviyyəsinin psixodiaqnostikasından istifadə edə bilərik. Emosional sahənin psixodiaqnostikası zamanı isə həyəcanlılıq testi var, ondan istifadə edə bilərik. Hiperaktivlik və diqqət əksikliyi sindromunun təyini üzrə Aysenbach sorğusu var, ondan istifadə edə bilərik. Qorxu hissinin müəyyənləşdirilməsi üzrə Rogovun anket sorğusundan istifadə edə bilərik. Emosional sahəsinin psixodiaqnostikası zamanı Lüşerin rəng testindən, tematik apperception test, children apperception test metodlarından istifadə edə bilərik. Tematik apperception test böyüklər üçündür. Children apperception test isə uşaqlar üçün nəzərdə tutulmuşdur. Aqressiyanın forma və göstəricilərinin diaqnostikası üçün isə Bass və Darkinin metodikasından istifadə edə bilərik. Yəni emosional sahənin psixodiaqnostikası üçün bizim əlimizdə çoxsaylı metodikalar var. Fərdi psixoloji xüsusiyyətlərin diaqnostikası zamanı biz xarakterin öyrənilməsi sorğusu var. Leonqardın geniş yayılmışdı. Məncə hər bir məktəb psixoloqu bundan istifadə edir. Sonra gəlir qabiliyyətlərin diaqnostikası üçün olan testlərdən istifadə edə bilərik. Bir də Eysenk'in temperament testindən istifadəmiz bizim üçün çox əlverişlidir. Şəxsiyyətin psixodiaqnostikası zamanı Jungun şəxsiyyət sorğusu metodikasından istifadə bizə üstünlük qazandırır. Bununla yanaşı biz istifadə edə bilərik Renzulinin şəxsiyyət xüsusiyyətlərinin reytinq şkalasından. Ən çox mənim də istifadə etmiş olduğum tamamlanmamış cümlələr testidir. Çox gözəl nəticə əldə etmək mümkündür. Dəyərlər orientasiyası testlərindən istifadə edə bilərik. Ketterin 16 faktorlu şəxsiyyət sorğusundan istifadə edə bilərik. Amma səhv etmirəmsə bu test bir qədər uzundur, amma çox ətraflı bizə məlumat verir. Şəxsiyyətin sosial-psixoloji adaptasiyasının diaqnostikası üçün isə Rogersin testindən istifadə edə bilərik. Şəxsiyyətlərarası münasibətlərin diaqnostikası zamanı sosiometriyadan istifadə edə bilərik. Bizim üçün geniş məlumat verir, həm də mənə elə gəlir ki, dəqiq məlumat verir. Şəxsiyyətlərarası və qrupdaxili münasibətlərin öyrənilməsi metodikalarından istifadə edə bilərik. Lerinin şəxsiyyətlərarası münasibətlər metodikasından da istifadə edə bilərik. Bəzən biz hər hansısa bir psixi faktı araşdırırıqsa, bir metodikadan kifayətlənmirik. Bir neçə metodikanı tətbiq edirik ki, görək eyni nəticəyə gələ bilirikmi? Buna görə də şəxsiyyətlərarası münasibətlərin diaqnostikasında məncə bir neçə testin birlikdə istifadəsi önəmlidir. Sonra gəlir intellektin və yaradıcı təfəkkürün diaqnostikası üçün biz intellekt tipinin təyini üçün Gardnerin testindən istifadə edirik. Raven testi çox gözəl nəticə verir. Wechsler'in intellekt testi, ədədlər arasında qanunauyğunluğun təyini var. Cəmiyyət münasibətləri metodikası var. Sözlərdə çatışmayan hərflər metodikası var. Labirint testi var, həm də şagirdlər üçün maraqlı bir testdir labirint testi. Benton metodikasından istifadə edə bilərik. Peşə maraqları və bacarıqların psixodiaqnostikası bu həm də məktəb psixoloqunun illik fəaliyyət planında səhv etmirəmsə olmalıdır belə bir araşdırılmalı olan məsələ. Burada maraqlar xəritəsi var, ən çox istifadə olunur məktəb psixoloqlar tərəfindən. Şəxsi keyfiyyətlərin müəyyənləşdirilməsi üzrə testlər blokumuz var. Burada özünü müəyyənləşdirmə metodikası, kimə görə mən kiməm metodikası, müxtəlif sahələr üzrə şəxsi keyfiyyətlərin müəyyənləşdirilməsi metodikası, insanları tanıma qabiliyyəti testlərindən istifadə edə bilərik. Proyektiv metodikalar da psixodiaqnostikada geniş istifadə olunur. Həndəsi fiqurlarla psixodiaqnostika var. Uşaq rəsmlərinin psixodiaqnostikası var. Kaktus qrafik metodikası var. 3 ağac proyektiv metodikası var. Ev, insan, ağac testi var. Bu metodika mənə elə gəlir çox gözəl bizim üçün nəticə verir. Mövcud olmayan varlıq testi var. Mövcud olmayan varlıq testi zamanı biz şagirdin belə deyim, daxili dünyasına həqiqətən səyahət etmiş oluruq. İnsan təsvirinə görə psixodiaqnostika var.
Bunların hər biri, yəni proyektiv metodikaların hər biri məktəb həyatında tətbiq oluna biləcək metodikalardır. Yəni bu zaman biz uşaqla həm individual şəkildə psixoloji söhbət apardığımızda kömək olur, həmçinin qrup terapiyaları zamanı da bizim üçün əsaslı informasiya vermiş olur. Hələ ki bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.